Hörmətli həmkarlar, bir daha hər birinizi salamlayıram. Bugün biz sizinlə situasiya suallarını müzakirə edəcəyik. Yəni direktorların müsahibə mərhələsində, işə qəbulu üzrə müsahibə mərhələsində nə kimi situasiya sualları təqdim olunur, verilə biləcək suallar ki var. Onların mən yazılı bir formatda sual-cavab kimi hazırlamışam. Həmin materialı da mən sizə təqdim edəcəyəm. Və biz situasiya sualları müzakirə etdiyimiz zaman demişdim ki, əsasən 15 may 2024-cü il tarixli Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilmiş təhsil verənlərin etik davranış qaydalarına əsasən istinad edəcəyik və yeni artıq intizam qaydaları tətbiq edilmişdir. Artıq demək olar ki, əvvəllər 300 məktəbdə, yəni Azərbaycan Respublikası üzrə 300 ümumorta, daha doğrusu ümumi təhsil məktəblərində şagird davranış qaydaları tətbiq olunurdu. Bu pilot bir layihə idi, amma artıq bütün ümumi təhsil məktəblərində adı dəyişilib, sadəcə şagird davranış qaydaları yox, intizam qaydaları kimi artıq qeyd olunur və bütün məktəblərdə bunlar artıq sentyabrın 15-dən tətbiq edilir və biz bunun dərsini keçmişik sizinlə. Düşünürəm ki, onları yaxşı öyrənmişsiniz və bugünkü bizim situasiyalarımızda, situasiya suallarında biz həmin bu intizam qaydalarına da istinad edəcəyik. Gəlin mən ekran paylaşımını edim sizə. Və suallarımızı müzakirə edək. Burada suallar çoxdur, materiallar çoxdur. Bundan başqa da əlavə materiallarımız var. Materialları tam olaraq sizin hər birinizə qrupa göndərəcəm, təqdim edəcəm. Və belə deyək də, mən sizə izah edəcəm. İndi müəyyən suallar olacaq ki, sizə suallar təqdim edəcəm. Sual-cavab formatında da sizinlə müzakirə edəcəyik. Və əlavə sualınız olsa mütləq əl işarəsindən istifadə etməyi unutmayın. Deməli, belə bir sual təqdim edilə bilər. Bəli, buyurun. Müəllimə, məsələn, bu müsahibə sualları müavinlər üçün aid edilmir, yoxsa təkcə direktorlar üçündür? Həm direktorlar üçün suallar olur müsahibə mərhələsində, situasiya sualları, həm müavinlər üçün fərqi yoxdur. Yəni, ümumi məktəb işi ilə bağlı suallar təqdim edilir. Situasiyadır da, məktəbdə mən nə kimi situasiyalar olur, onları mən hazırlamışam. Belə bir sual verilə bilər sizə. Təyinat aldığınız məktəbin nəticələri aşağıdır. Nəticələr aşağıdır. Direktor olaraq ilk strateji addımınız nə olardı? Təbii ki, biz sizinlə danışmışıq. Hər hansısa bir sual verilərsə sizə, direktor olaraq filan işi necə həyata keçirərdiniz deyə sual verilərsə, siz bu sözdən istifadə etmək, bu cümlədən istifadə etməyi unutmursunuz. Əgər mənə etimad göstərilərsə və mən direktor vəzifəsinə təyin olunsam, təyinat aldığım məktəblərin nəticələri aşağı olduğu halda direktor kimi ilk strateji addımım məktəbin fəaliyyətinin kompleks diaqnostikasını aparmaq olardı. Bunun üçün nə edəcəyəm? İlk öncə biz, belə deyək də, gəldik, deyək ki, direktor vəzifəsinə təyin olunduq və yeni məktəbdə direktor kimi fəaliyyətə başladıq. İlk öncə biz nə etməliyik? Məktəbin ümumi mövcud vəziyyətini təhlil etməliyik. Məktəbin, belə deyək, tədris nəticələri hansı səviyyədədir, davamiyyət hansı səviyyədədir, nizam-intizam qaydaları, müəllimlərin peşəkarlıq səviyyəsi, müəllimlərin tədris metodları, valideynlərlə əməkdaşlıq formaları, bəli, valideynlərlə əməkdaşlıq bu ən vacib olan məsələlərdir ki, birbaşa tədrisin keyfiyyətinin artırılmasına, belə deyək də, təsir edən bir amildir. Ona görə valideynlərlə əməkdaşlıq mütləqdir. Bunu qeyd etməyi unutmuruq. Və təbii ki, nəticə aşağıdır dedik. Nəticə aşağıdırsa, biz səbəbini müəyyən etməliyik. Nəticənin aşağı olmasına səbəb nədir? Biz ayrıca belə bir dərsimiz olacaq, yəni nəticənin artırılması üçün hansı işləri görməliyik. Bununla bağlı ayrıca dərsimiz olacaq. Sadəcə burada situasiya olaraq belə bir sual təqdim etmişəm sizə və buna uyğun olaraq indi cavab mən sizə burada qeyd etmişəm ki, dedik ki, zəif nəticələr varsa, onun səbəbi müəyyən edilməlidir ki, səbəb nədir?
Ola bilər ki, deyək ki, təlim motivasiyasının aşağı olması, müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olması, əsasən bax, müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olması elə nəticənin aşağı olmasına səbəb olur. İnfrastruktur, yəni məktəbdə infrastruktur dedikdə nə nəzərdə tutulur yoldaşlar? Kim deyə bilər? Əl qaldırın, zəhmət olmasa. Buyurun Taciyə müəllimə. Texniki avadanlıqlardır, əlavə vasitələrdir. Məsələn, bu texnoloji vasitələr, tutalım adi proyektor olsun və yaxud məsələn bu kimi vasitələr və yaxud taxta lövhədir, hələ də məsələn mellə işləyən lövhədir, tutalım ki, yəni əlavə vasitə texnoloji avadanlıqlar. Gülüm müəllimə əlavə edin, zəhmət olmasa. Müəllimə, infrastruktur deyəndə birinci binadır, yardımçı binalardır, elektrik xətləridir, internet xətləridir, İstilik sistemidir. su qovşaqlarıdır, istilik sistemidir. Müəllimənin saydıqları isə maddi texniki bazasıdır. Baxın müəllimə, maddi texniki bazanı infrastrukturdan necə ayırırdıq? Biz bu haqda dərsdə danışmışdıq. İstəyirsinizsə gəlin mən də bir də yada salım. Maddi texniki baza bu bir avadanlıqdır. Tutaq ki, məktəbdə bir notebook varsa, bu maddi texniki bazadır. Məktəbdə proyektor varsa, maddi texniki bazadır. Məktəbin belə deyək də kitabxanası varsa, amma kitabxanaçı gələndə kitablarımız da varsa, vəsait də varsa, bu infrastruktur olur. Tutaq ki, tibb otağımız var. Otaq özü maddi texniki baza olur. Artıq tibb bacımız da varsa, bu yəni burada tibbi xidmət həyata keçirilirsə, bu infrastruktur olur. Bəli, Gülüm müəllimə, qeyd etdiyiniz kimi elə məktəbdə deyək ki, internet xəttin olması, su xəttin olması, elə sağlam mənəvi psixoloji mühit. Bax, bu sağlam mənəvi psixoloji mühit də elə bizim... Bir də müəllimə, üzr istəyirəm, sadə idman meydançası infrastrukturdur, amma idman zalı artıq o maddi texniki bazadır. Bəli, zal, üzü boş zal maddi texniki baza olur, amma avadanlıqlar varsa, şəraitimiz var. Şərait infrastruktur deməkdir. Aydındırmı? Aha, bunları bildik, bunları ayırdıq. Yəni, məktəbdə tutaq ki, nəticənin aşağı olmasına səbəb nədir? Misal üçün, rəqəmsal bacarıqlar biz məktəblərdə tətbiq edirik. Məktəbdə internet xətti yoxdur. Məktəbdə istilik sistemi yoxdur, deyək ki. Məktəbdə su xətti ola bilər, bu maddi texniki bazadır, amma suyumuz yoxdur, infrastrukturdur. Yəni, ümumilikdə infrastrukturun da aşağı olması hardasa nəticələrin aşağı olmasına səbəb olur. Məktəbin daxili nizam-intizam problemləri ola bilər. Şagirdlərin öyrənmə marağının aşağı olması ola bilər. Valideynlərin təbii ki, ən vacib olan dəstəyi bizə. Bax, dəstəyin zəifliyi, məktəb daxili idarə etmənin sistemsizliyi. Bunlar hamısı nəticələrin aşağı olmasına səbəb olan amillərdən biridir. İndi biz sizinlə ayrıca nəticələrin artırılması üçün hansı işləri görməliyik? Bu haqda danışacağıq, hansı ki, əlavə məşğələlərin keçirilməsidir. Müəllimlər üçün, belə deyək də, əlavə tədrisdən ayrılmadan onlar üçün bir təlimlərin təşkil edilməsidir və s. Onlara ayrıca danışacağıq. Hələ ki, bunları bilin, kifayətdir. Və təbii ki, buna uyğun olaraq biz nə etməliyik? Yəni, nəticənin artırılması üçün biz bir inkişaf planını hazırlamalıyıq və bu inkişaf planı hazırlamaq üçün yadınızdadırsa, biz əvvəlki bizim dərslərimizə qoşulan müəllimlər, biz bu SMART prinsipi haqqında danışmışdıq. SMART prinsipi haqqında ayrıca yenə də biz sizinlə danışacağıq. Yəni, belə bir müsahibədə sual da verilə bilər ki, SMART prinsipi nə deməkdir? SMART prinsipi odur ki, baxın, burada elə qeyd etmişəm, specific, measurable, achievable, relevant, bir də ki, time bound. Yəni, bunların mənası nədir? Specific, bu deməkdir ki, biz ilk öncə bilməliyik ki, nə etmək istəyirik? Yəni, belə deyək də, məqsədimiz nədir? Bax, spesifik odur ki, bizim məqsədimiz odur ki, buraxılış imtahanların nəticələrini artırmaq istəyirik. Measurable, yəni rəqəmlə, measurable burada rəqəmlə qeyd olunmalıdır. Tutaq ki, 75%-dən 80%-ə nəticələri qaldırmaq istəyirik. Bax, kiçik-kiçik addımlarla biz sizinlə danışmışıq. Yəni, hədəflərimizi biz kiçik addımlarla müəyyən edirik. Birdən-birə 70-dən 90%-ə və yaxud da ki, 40-dan 60%-ə artıra bilmərik. 75-dən 80%-ə qədər. Burada rəqəm qeyd olunmalıdır. Measurable-da, yəni rəqəm qeyd olunur. Achievable, yəni mümkün olan.
Burada aşağıda yenə bunlar haqqında biraz da qeydlər aparmışam. Achievable mümkün olan bir belə deyək də, real olan, mümkün olan bir məqsədimiz olmalıdır. Bunun üçün də biz nə edirik? Təlimlər təşkil edirik, əlavə məşğələlər təşkil edirik. Bununla nəticələrin artırılması mümkündür. Relevant nə deməkdir? Yəni görəcəyimiz işlər ümumi bizim məqsədimizə uyğundurmu, deyilmi? Baxın, məktəbin ümumi keyfiyyətinə uyğundur qeyd etmişəm. Və sonuncu da time bound. Time, yəni vaxt, zaman deməkdir. Və bunu biz reallaşdırmaq istəyirik, tutaq ki, 3 ay müddətinə. Belə deyək də, bu SMART prinsipini əsasən məktəblərdə tətbiq etmirik, amma çox gözəl bir prinsipdir. Burada da qeyd etmişəm, spesifik, yəni dəqiq olmalıdır, məqsədimiz nədirsə, tutaq ki, nəticələri artırmaq istəyiriksə, məqsədimiz aydın olmalıdır, konkret olmalıdır. Yəni, özümüzə sual verməliyik ki, nə etmək istəyirik, nə üçün, harada bu suallara cavab verməlidir. Tutaq ki, şagirdlərin nəticələrini yaxşılaşdırmaq istəyirik, riyaziyyat fənni üzrə, Azərbaycan dili fənni üzrə və s. Measurable dedik ki, ölçülə bilən. Yəni, measure burada, bəli, ölçü deməkdir, rəqəmlə. Bir dəqiqə mən bunu yekunlaşdırım, suallarınızı təqdim edərsiniz. Measurable, yəni ölçülə bilən olmalıdır. Nəticəni rəqəmlə, göstərici ilə ölçmək mümkün olmalıdır. Tutaq ki, nəticələri 75-dən bayaq dediyimiz kimi 80%. Buyurun, kiminsə nəsə sözü var deyəsən? Yoldaşlar, bir dənə mən izamı yekunlaşdırım, sonra sizə deyəcəm, sualınızı təqdim edərsiniz. Bir də ki, bayaq qeyd etdiyim kimi, achievable, yəni mümkün olan, yəni məqsədə, reallığa uyğun olan bir məqsədimiz olmalıdır. Reallığa, tutaq ki, biz belə deyək də, məşğələlər keçirəcəyik, əlavə dərslər keçirəcəyik. 3 aya bunu edə bilərik, düzdür? Hər hansısa bir, deyək ki, bir 5 bal, orta bal, 5 bal kimi, 7 bal kimi, 3 bal kimi orta balı qaldıra bilərik və yaxud 75%-dən 80%-ə qədər qaldıra bilərik. Yəni, mümkün olan bir məqsəd olmalıdır, reallığa uyğun olmalıdır. Və relevantda da bayaq yuxarıda da qeyd etdim ki, məqsəd ümumi məqsədlərə uyğun olmalıdır. Nəticəni artırmaq, baxın, misal olaraq qeyd etmişəm ki, məktəbin keyfiyyət göstəricilərinə uyğundur və təbii ki, zamanla məhdudlaşdırılmış, yəni dəqiq vaxt çərçivəsi olmalıdır. Belə, bu qədər. İkinci suala keçməmişdən öncə sizə bir sual da təqdim edim. Burada ümumi mən bunun izahını təqdim etmişəm. Kimin sualı var mənə? Kimsə mənə nəsə demək istəyirsə, buyurun. Buyurun, Samirə müəlliməm. Axşamınız xeyir olsun. Zülfiyə müəllimə, mən bayaq qayıtmaq istəyirəm əvvələ, bayaq demək istəyirdim, nəsə siz izaha keçdiniz, ona görə qaldı. Mənə qaranlıq qalan bir nüans var. Fen kabinetləri, bir də ki, laboratoriyalar. Bu infrastrukturdur, yoxsa necə? Baxın, laboratoriyanın özü var da, deyək ki, məktəbdə laboratoriyalar var. Bu maddi texniki bazadır. Laboratoriyada avadanlıqlar varsa, o olur infrastruktur. Yəni, laboratoriyadan biz istifadə edə bilirik. Artıq orada müəyyən biz təcrübə apara bilirik. Bu infrastruktur olur, şəraitimiz olur bizim. Başa düşdüm. Hə, oldu. Laboratoriyada, Bəli. laboratoriyanın özü, əgər orada biz təcrübə aparıb ondan istifadə edə biliriksə, dərs zamanı bu infrastruktur sayılır. Bəli, bu olur infrastruktur, bəli. Deməli, tədrisin keyfiyyətinin artırılması üçün, yoldaşlar, bizim konkret bir məqsədimiz olmalıdır. Bu məqsədə çatmaq üçün hansı işləri görməliyik, nə iş görəcəyik? Bunlar müəyyən edilməlidir. Burada məsuliyyət bölüşdürülməlidir. Biz sizinlə danışmışdıq ki, hər hansısa prosesi biz həyata keçiririksə, ilk öncə nə etməliyik? Ümumi təhsilin idarə olunması demişdik ki, məsuliyyətin bölüşdürülməsi, hesabatlıq, inkişafın monitoringi prinsipi əsasında həyata keçirilir. Deməli, burada da tədrisin keyfiyyətinin artırılması üçün də biz nə etməliyik? Məsuliyyət bölüşdürməliyik, məsul şəxs təyin etməliyik. Ondan sonra plan hazırlamalıyıq. Baxın, tədrisin keyfiyyətinin artırılması üzrə iş planı. Bu dəqiqə mən sizə iş planı təqdim edəcəm. Mənim öz məktəb üçün hazırladığım. Və təbii ki, buna uyğun olaraq biz sistemli şəkildə həmin o görülmüş işlərlə bağlı hesabatlar həmin məsul şəxslər tərəfindən təqdim ediləcəkdir. Və ona uyğun biz artıq irəliləməni, geriləməni izləyəcəyik.
və ona uyğun olaraq bir qərar qəbul edəcəyik ki, irəlilənmə varsa, deməli bu proses düzgün aparılır, yox, gerilənmə varsa müəyyən bir düzəlişlər etməliyik, əlavə bununla bağlı hər hansısa digər prosesi həyata keçirməliyik, digər addımlar atmalıyıq. Təbii ki, bu da hamısı əmrlə olmalıdır. Yəni plan olmalıdır. Ümumi məktəbin fəaliyyət planı haqqında danışmışıq biz sizinlə. Zaten fəaliyyət planında da tədrisin keyfiyyətinin artırılması istiqamətində hansı işlər görməliyik, biz onunla bağlı qeydlər aparmışdıq ki, siz görmüsünüz, tanışsınız artıq bununla. Və təbii ki, mən sizə bu inkişaf planını istəyirəm təqdim edim. Tədrisin keyfiyyəti plan. Baxın, belə bir plandır. Bu formada, yəni digər planları biz necə qeyd ediriksə, pedaqoji şurada bunu müzakirə edirik. Pedaqoji şuranın qərarına əsasən bu planı təsdiq edirik. Məktəbin direktoru bu formada imzalayır. Direktor məktəbin möhrü ilə təsdiq edir və regional idarənin adı qeyd olunmalıdır. Məktəbin adı tam formada qeyd olunmalıdır və 2025-26-cı tədris ili üzrə tədrisin keyfiyyətinin artırılması üzrə iş plan. Fəaliyyətin adı, fəaliyyətin icrasına cavabdeh şəxs kimdirsə, onlar qeyd olunur. Fəaliyyətin icrasına cəlb olunan şəxslər kimlərdirsə, onlar qeyd olunur. Nəticə göstəricisi, hədəflər, rəqəmlə biz sizinlə dedik ki, kiçik addımlarla biz məqsədə doğru gedirik. Ona görə tutaq ki, oktyabr ayı ərzində biz nə qədər istəyirik nəticəni artıraq, tutaq ki, 5 bal. Burada oktyabr ayı ərzində hər birində 5 bal mən qeyd etmişəm. Sonra artıq baxın noyabr ərzində yenə bu elə bir ki siniflərə uyğundur da. Digərində 4-cü sinif idi, 6-dır, 9-dur, 11-dir. Ondan sonra burada deməli 7 bal, sonra 8 bal, sonra 9 bal. Hər dəfə hər ay üçün 1 bal, 2 bal bu formada artırırıq biz bunu. Və icra müddəti ay qeyd olunmalıdır, hesabatın verilmə tarixi. Direktor yanı müşavirə qeyd etmişəm mən burada yoldaşlar. Yəni biz ayrıca bunun üçün növbədən kənar pedaqoji şurada təşkil edə bilərik və yaxud da ki, direktor yanı müşavirədə biz bunu müzakirə edirik. Bunu göndərəcəm sizə, baxarsınız özünüz orada. Deməli, gəlin indi sualı sizə təqdim edim. Baxın, sual bizim belə idi ki, təyinat aldığınız məktəbin nəticələri aşağıdır və direktor olaraq ilk strateji addımınız nə olardı? Kim cavablandırmaq istəyir sualı? Buyurun. Buyurun Güllü müəlliməm. Deməli, müəllimə, belə başa düşdüm ki, birinci deməliyik ki, əgər mənə etimad göstərərsinizsə, mən bu təyinatı alaramsa, indi müəllimə öz sözlərimi deyim. Bəli, deyin. Bildiyiniz kimi deyin, amma mən sizə göndərdiyim materialı da oxuyarsınız, biraz da söz ehtiyatı artırarsınız. Əgər mənə etimad göstərilərsə, mən belə cavab verərəm ona. Mən ilk növbədə qanunun aliliyi prinsipini öz fəaliyyətimdə əsas götürərəm. Yəni, birinci müəssisənin data analizini apararam. Yəni, tədris prosesinin təşkili, müəllimlərin peşəkarlıq səviyyəsi, sonra son ilin nəticələrini analiz eləyərəm. Bir də mən həmişə düşünmüşəm ki, əgər məktəbin yerli icma ilə münasibətləri yaxşı olarsa, düşünürəm ki, əgər icmanın məktəbə, təhsil müəssisəsinə əməkdaşlığı istənilən səviyyədə, yaxşı səviyyədə olarsa, o məktəbin nailiyyətinin yüksəlməsində böyük bir faktordur. Mən ona çalışıram. Çox düz. Və təbii ki, bunu qeyd etməyi unutmuşsunuz ki, nəticələrin aşağı olmasına səbəb nədir? Bax, birinci bu səbəbi araşdırardım. Səbəb də nə ola bilər? O data analizi ilə onun üçün eləyərəm də, son 3 illik müəllimlərin peşəkarlıq səviyyəsinə baxaram. Yəni, məktəbin göstəricilərinə, sonra məsələn orada nə demək olar müəllimə, biraz mən istəyirəm. Bayaq dediyimiz şəraitimiz aşağı səviyyədədirsə, biz müəyyən bir, yəni tədrisin keyfiyyətini artırması üçün müəyyən şərait də olmalıdır. Bayaq dediyimiz kimi internet xəttimiz olmalıdır ki, biz hər hansısa bir məlumatı əldə edə bilək və yaxud rəqəmsal qiymətləndirmə, tutaq ki, monitorinq aparmaq istəyirik, bunu keçirək və s. Yəni, tam da infrastrukturun aşağı, elə misal üçün, dağ kənd məktəbləri var ki, orada nəticələr olur yaxşı, misal üçün, elə bir hallarımız da var. Bir də müəllimə,
Mən özüm üçün belə bir meyar seçmişəm ki, müsahibədə həddindən artıq təmkinlə danışmaq lazımdır. Təbii ki. Tələm-tələsik danışmaq yox. Bəli, bəli, bəli. Bəli. Təbii ki, sizin emosiyalarınız da, sizin qərar qəbul etmə bacarıqlarınız da, bunlar hamısı orada belə deyək də qiymətləndirilir ayrı-ayrı formada. Tamam, bunları da bildik. Bu inkişaf planını qeyd etməyi unutmayın. Mütləq mən sizə təqdim etdiyim. Sonra bu SMART prinsipini biz sizinlə ayrıca keçəcəyik. Burada bəlkə də sizin üçün yadda qalmadı, amma yenə bunu oxuyun siz. Bunu ayrıca biz sizinlə dərsdə keçəcəyik, müzakirə edəcəyik. Sonra gələn növbəti suala. Burada suallar çoxdur. İndi bugün nə qədər ki bacarırıq, bunları biz sizinlə danışacağıq və digər dərslərimizdə də bunları davam etdirəcəyik. Tutaq ki, məktəbdə hər hansısa bir layihə, misal üçün mən burada rəqəmsal bacarıqların inkişafı layihəsi həyata keçirilir deyə qeyd etmişəm, amma hər hansısa bir yeniliyi məktəbə gətirmisiniz. Və bu yeniliyə deyək ki, bir qrup müəllim qarşı çıxır. Müəllimlərimiz var da bizim, misal üçün deyirlər ki, Eyni biz yaşayan situasiyada var. Yoldaşlar, mikrofonu açmayın, zəhmət olmasa mən izah edim, ondan sonra. Belə deyək də, tutaq ki, hər hansısa bir, misal üçün, yeni bir direktor gəldi, təyinat aldı və bu yeni bir direktor yeni işlər görəcək təbii ki. Və hər hansısa bir yeni layihələri direktor tətbiq etmək istəyir. Bir qrup müəllim də buna qarşı çıxır. Deyir ki, bax, filan direktor gəldi, artıq bir sıra işlər bizə tapşırır, bunu etmək istəmirik. Belə bir halda siz bir lider olaraq necə bir liderlik nümayiş etdirərdiniz, liderlik göstərərdiniz? Təbii ki, yəni bu yeniliyə gəlin istəyirsə siz cavablandırın, sonra tamam olar. Leyla müəllimə buyurun. Siz nə edərsiniz? Salam. Axşamınız xeyir müəllimə. Bir lider kimi ilk öncə təmkinli olmaq lazımdır. Yəni müəllimlərin dedikləri, onları da dinləmək lazımdır və qanunla işimizi icra ediriksə, qanunun aliliyini onlara çatdırmaq lazımdır. Vahid məqsəd ətrafında birləşəriksə, daha yaxşı nəticələrə irəliləyəcəyimizi onlara çatdırmalıyıq. Əgər onlar da etiraz edirlərsə, çatdırmalıyıq ki, yəni əməkdaşlıq mühitində fəaliyyət göstərmək hər bir təhsil verənin vəzifəsidir. Bəli, həm də biz sizinlə təhsil verənlərin etik davranış qaydalarını keçmişdik. Orada Keçmişdik. bəli, orada biz sizinlə nə danışmışdıq? Gəlin yada salaq. Mütəllim müəllim siz deyin. Biz onu dərsdə danışmışdıq. Ki, hər hansısa bir, deyək ki, rəhbərlik tərəfindən tapşırıq verilirsə və bu qanuna uyğun deyilsə, qanuna ziddirsə, müəllim bunu yerinə yetirməkdən imtina edə bilər, düzdür? Amma qanuna zidd olmayan bir hər hansısa bir layihə məktəbdə tətbiq olunur. Təbii ki, gəlin gözəl müəlliməni dinləyək, gözəl müəllimə görək mən demək istədiklərimi deyirmi? Mikrofonu açın. Etik davranış qaydalarına görə müəllimə birdən suala odaqlanım. Bir sual təkrar edin müəllimə. Tutaq ki, hər hansısa bir məktəb direktoru deyək ki, bir məktəbdə layihəni həyata keçirir. Hər hansısa layihə, fərq yoxdur. Və yaxud da ola bilər ki, hər hansısa bir tapşırıq verir ki, bunu yerinə yetirmək lazım. Bir qrup müəllimlər də buna qarşı çıxır. Müəllimlər deyir ki, nəyə lazımdır bu yenilik? Artıq bizim işimiz çoxdur, sənədləşmədir, filandır. Mütəllim müəllim, mikrofonu bağlayın, zəhmət olmasa dərs vaxtı mane olmayın. Vaxtı müəllimə, birinci növbədə edə biləcəyimiz şey konkret olaraq verdiyimiz qərarla bağlı müəllimlərə açıqlama verməkdir ki, onlar başa düşsünlər ki, bizim məqsədimiz nədir. Daha sonra onunla bağlı infrastrukturu nəzərdən keçirmək lazımdır. Bəzən elə qərarlar olur ki, onlar mövcud bazaya, maddi-texniki bazaya uyğun olmur və onda müəllimlərin haqlı etirazı olur. Ona görə onları dinləmək lazımdır əvvəlcə. Birinci öz məqsədimizi bildirmək lazımdır. Sonra onların nəyə görə etiraz elədiyini dinləmək lazımdır və o mövcud problemləri aradan qaldırdıqdan sonra məqsədə doğru irəliləmək lazımdır. Bəli. İndi siz bu dediyinizi həyata keçirdiniz, amma müəllimlər yenə də bunu etmək istəmirlər. Maddi-texniki bazı infrastruktur, deyək ki, şəraitimiz də var, avadanlıqlarımız da var. Sadəcə müəllimlər bunu etmək istəmirlər, qarşı çıxırlar. Deyirlər ki, işimiz çoxdur zaten, jurnal yazırıq, hər gün deyək ki, planlaşdırmanı yazırıq və s. Yəni etmək istəmirik. Güllü müəllimə deyin zəhmət olmasa.
Burada müəllimə, təhsil verənlərin etik davranış qaydalarında elə qanunun aliliyi prinsipi var. Orada təhsil verənin hüquq və vəzifələri var. Təhsil verən, bu mənim özümün şəxsi fikrimdir, də ola bilər səhv deyirəm. Təhsil verən müasir metodlara yiyələnməyi, onları tətbiq etməyi bacarmalıdır. Özləri olaraq ona yiyələnməlidir. Dövrün tələbinə cavab verən bütün bacarıqlara özü yiyələnməlidir və yetişdirdiyi şagirdləri onu ötürməyi bacarmalıdır. Birinci müəllim özünün peşəkarlıq səviyyəsini yüksəltmək onun vəzifəsidir və onun o vəzifəsini məktəb rəhbəri olaraq göz önünə gətirmək, onların özlərinin peşəkarlığını artırmaq üçün adekvat addımlar atmaq olar. Bəli, bəli. Yadınızdadır, biz sizinlə müəllimin xidməti davranışı haqqında danışmışdıq, təhsil verənlərin etik davranış qaydalarında. Baxın, elə bu xidməti davranışı da burada qeyd etmək olar. Lamiyə müəllimə deyin. Zülfiyə müəllimə, xidmətdə davranış qaydalarında, yəni müəssisənin rəhbəri müəllimə hər hansı bir vəzifəni, bir işi görməyi tapşırırsa, müəllim bunu etməyə borcludur. Çünki direktorun dediyinə əməl etməlidir. Yəni hansı hallarda etməyə bilər? Görsə ki, bu qanuna ziddir, yəni öz şəxsi mənafeyini direktor əgər güdürsə, yəni işlə bağlı deyilsə, qanuna zidd bir işlər olarsa bunu etməyə bilər. Amma təhsilin inkişafı üçün, keyfiyyətin inkişafı üçün olan bir işsə bunu müəllim mütləq yerinə yetirməlidir. Bəli, tamam, təşəkkür edirəm. Bu qədər kifayətli düşünürəm. Mən də burada bəzi qeydlərimi aparmışam. Bunları da əlavə söz ehtiyatı kimi özünüzdə qeydlər apara bilərsiniz. Yəni biz hər hansı bir yeniliyi tətbiq edirik və müəllimlər buna qarşı çıxır dedik. Bunun üçün nə edərdik? İlk növbədə səbəbini araşdırardım. Tutaq ki, biz rəqəmsal bacarıqların inkişafı ilə bağlı bir layihə həyata keçiririk və müəllimlər buna qarşı çıxır. Səbəb nədir? Və adətən hər hansı bir layihə, yenilik tətbiq olunursa, adətən dəyişikliklərə adaptasiyanın çətinliyi, inam azlığı, rəqəmsal bacarıqların sahəsində yetərli bilik, təcrübəsi olmadıkları üçün müəllimləri əsasən buna görə qarşı çıxırlar. Yəni yenilikçi müəllimlər bayaq Güllü müəllimənin də qeyd etdiyi kimi, yəni 21-ci əsrin indiki dövrün müəllimi belə bir layihələrə heç vaxt qarşı çıxmır, düşünürəm. Yəni təcrübə bunu deyir. Və bir çox müəllimlər ki, hansı ki bu dediyimiz rəqəmsal bacarıqları da olmadığı üçün belə bir dəyişikliklərə adaptasiyasının çətinliyi və s. kimi hallarda onlar bunlara qarşı çıxırlar. Təbii ki, belə bir halda bayaq sizin də elə qeydinizdə belə oldu ki, müəllimlər üçün maarifləndirici seminarlar, söhbət aparıla bilər, təcrübə mübadiləsi təşkil edərdim. Yəni mən özüm bir lider olaraq ilk öncə özüm onlarla birgə bu layihəni həyata keçirməliyəm. Birgə biz bu prosesi həyata keçirməliyik. Mən direktoram, mən tapşırıq verdim, siz bunu yerinə yetirin. Yox, biz bunu birgə, bu problemi birgə biz tutaq ki, problemin öhdəsindən gələcək. Hər hansı bir çətinliklərimiz varsa, misal üçün müəllimlərimiz var ki, tutaq ki, rəqəmsal bacarıqları aşağı səviyyədədir və bizim peşəkar bir müəllimlərimiz də var, güclü bir müəllimlərimiz də var. Onların dəstəyi ilə, dəstək komandası formalaşdırardıq və onların dəstəyi ilə həmin müəllimlərə onların İKT bacarıqlarının inkişaf etdirilməsinə biz köməklik göstərərdik. Yəni bu formada bunu edərdim, qeyd edin. Kollektivdə əməkdaşlıq, qarşılıqlı öyrənmə mühiti təbii ki, yaradardım. Yəni, tutaq ki, hər hansı bir dəyişiklik həyata keçirilirsə, bu dəyişikliyin həyata keçirilməsində məqsəd nədir? Bu layihəni biz həyata keçirdik, onun faydası nədir? Nəticə etibarı ilə hansı nəticələr gözləyir? Yəni, bunu etdik, sonda nə kimi nəticəsi var? Bunu aydın bir formada müəllimlərə izah etmək lazımdır. Və təbii ki, müəllimlərdə inam formalaşdırmaq lazımdır. Yəni, liderin əsas vəzifəsi nədir? Hər hansı bir yeniliyi biz məktəbdə tətbiq ediriksə, məcburi bir şəkildə, tutaq ki, biz bayaq qeyd etdik ki, müəllimin xidməti davranışı, yəni müəllim hər hansı bir rəhbərlik tərəfindən verilmiş tapşırığı yerinə yetirməlidir. Bu öz yerində. Amma biz lider olaraq nə etməliyik? Məcburi bir şəkildə hər hansı bir yeniliyi tətbiq edə bilmərik. Biz sizinlə danışmışdıq ki, hər bir müəllimə bizim fərdi yanaşmamız olmalıdır. Hər kəsə ümumiyyətlə iş yerində ayrıca fərdi bir yanaşmamız olmalıdır. Bunları demişik sizinlə. Yəni ona görə də məcburi şəkildə yox,
Sadəcə onlara belə deyək də hansısa formada izah etmək lazımdır ki, bax bu bizim məktəbimizin, tədrisimizin gələcəyi üçün təbii ki, bu mühüm olan addımlardan biridir deyə izah etmək lazımdır. Baxın, yeniliyi məcburi şəkildə tətbiq etmək deyil, onu qəbul ediləcək, davamlı inkişafı təmin edəcək səviyyədə müəllimlərə çatdırmaq lazım. Kiminsə əlavəsi varsa, buyurun, əl qaldırmışdı kimsə bu dəqiqə. Bəli, Zülfiyə xanım, əgər mümkünsə. Bayaq cavablandıracaqdım, üzrlü sayın. Bu real olaraq belə deyək də 1 il öncə şəxsən mənim başıma gəlib. Eyni bax bu layihə, söz gedən layihə tətbiq etməkdə böyük məktəb idi və tətbiqi də rəhbərlik tərəfindən belə deyək də məsləhət görülmüşdü. Mən o ilk dəfə müəllimlərə deyəndə həqiqətən çox belə deyək də kəskin reaksiya gördüm, mənfi mənada ki, yox, bu bizlikdir, bizim işimiz azdır. Eyni siz deyən situasiyada, yəni təcrübə. Söz yoluna yol vermək istəmirəm. Mən birinci addımım bunların həmin layihənin avantajlarını onlara anlatmağa oldum. Hər birinin ibtidailəri ayrı çağırdım. İbtidai sinif müəllimlərin, yuxarı sinif müəllimlərin, hansılar ki, rəqəmsal bacarıqlar verilə bilən müəllimlər var ki, biz onların ayrı belə deyək toplantı elədim. Hətta eləsi oldu ki, mən o fərdi də qəbul elədim ki, bəs bunun avantajına çatdırım və mənfi cəhətlərini soruşurlar. Mən bildirdim ki, bu bir layihənin mənfisi müəllim üçün nə ola bilər? Mənəmsə mən bu mənfisini görmürəm də. Bir empatiya olaraq da onların yerinə özümü qoydum ki, yəni belə deyək də görək, oradan baxdım məsələyə, yəni. Və daha sonra bir neçə müəllim var idi ki, onlar yaxınlaşdılar, fərdi olaraq İKT bacarıqlarının, IT bacarıqlarının aşağı olduqlarını göstərdi. Mən məsələn səbəb kimi 11-ni görürdüm. Bax bu səbəbi gördüm. Məsələn 2 gün mən onlara ayrıca bunu belə deyək də ilkin bacarıqları belə deyək məktəbin içərisində təlim formasında belə keçdik. Artıq onlar onu öyrənəndən sonra belə deyək də hiss elədim ki, buna qarşı məsələ azaldı və sonra belə deyək də nisbətən məsələ yumşaldı. Sonra biz texniki tərəfləri həll elədik, otaq sıxlığını İnanırsınız, sonra həmin müəllimlər hansılar ki, daha sərt çıxırdılar, onlar özləri mənə kömək elədilər. Heç biz o belə deyək də gəlib özləri quraşdırmamış o monitoru, proyektoru falan, biz onlarla bərabər onu belə deyək hazırladıq və işlək vəziyyətə gətirdik. Onlar gələndə ki, biz bura tok çəkmək istəyirik, dedik biz onu eləmişik də hazırdır. Yəni ilk öncə olan avantajını anladırıq, sonra onu dediyim kimi lazım olanda fərdi də qəbul edə bilirik və empatiya olaraq onların yanında. Təbii ki, bu saydıqlarım içərisində qanunun aliliyi və şəffaflıq ilk öndə olmalıdır ki, yəni belə deyək də biz bu çərçivədən çıxmayaq deyəcəyim alilik və şəffaflıq prinsipi ilə. Hə, müəllim burada etik davranış aşacaq heç bir addım atmır. Adam belə deyək də fikrini, etirazını bildirir. Yəni niyə olduğunu araşdırır. Necə deyirlər? Mübahisə yox, müzakirə edilərək həll olunur məsələ. Bəli. Elə mən də bu xırda qeydlər aparmışam. Onları oxuyun. Siz çox gözəl cavablandırdınız. Mütəllimə təşəkkür edirəm. Bir lider kimi həqiqətən də çox düzgün bir istiqamət vermisiniz müəllim həmkarlarınıza. Əla. Təşəkkür edirəm sizə. Aha, gəldik növbəti sualımıza. Deyək ki, bax eyni bir gündə bizim bir monitorinqimiz var. İmtahan kimi qeyd etmişəm. Monitorinq keçiririk və həmin gün içində maarifləndirici tədbir də planlaşdırılıb. Burada resurslar məhduddur. Resurslar dedikdə burada qeyd etmişəm sizin üçün. Yəni insan resursu ola bilər, zaman məhdudiyyəti ola bilər, texniki avadanlıqlardır, məkandır, yəni resurslar deyilsə bunlar nəzərdə tutulur. Necə bir qərar qəbul edərdiniz? Tutaq ki, bir eyni gündə həm monitorinq var, keçiriləcəkdir, monitorinq təşkil etməliyik, bir tərəfdən də başqa bir tədbir planlaşdırmışıq və burada hardasa deyək ki, resurs məhdudiyyəti də var. Hansını həyata keçirərdiniz, necə edərdiniz? Bax, belə bir vaxtda siz qərar qəbul etməlisiniz ki, birinci monitorinqi keçirim, yoxsa tədbir keçirim. Necə edərdiniz bunu? Gözəl müəllimə deyin. Müəllimə, birinci məktəbin məqsədi elə tədris olduğuna görə mən tədrislə bağlı olan monitorinqə üstünlük verərdim. Daha sonra isə maarifləndirici tədbiri başqa bir tarix üçün, başqa bir saat üçün, bəlkə monitorinqdən sonraki saatlar üçün təxirə salardım, yəni ertələyərdim. Yoldaşlar, gözəl müəllimə ilə razısınız siz?
Humay müəllimə, siz də qeyd edin fikrinizi. Axşamlar xeyir olsun müəllimə. Xeyir olsun. Müəllimə, belə situasiyalar olub. Bəli. Yəni bizə belə tapşırıqlar verilib. Tutalım ki, keçən il yadınızda olsaydı, tətil vaxtı idi səhv etmirəmsə, etik davranışlarla bağlı yeni bəndlərin əlavə olunması, bəlkə keçən il deyildi, ondan əvvəlki ildir, səhv salıram. 24. Ay sağ olun. Siz bildiniz mən nə deyirəm. Etik davranışlarla bağlı yeniliklər olunmuşdu və demişdilər ki, pedaqoji şura olunsun. Bəli, şəkillər çəkilib atılsın. Mütləq həmin gün olmalı. Çünki biz də biraz gec baxmışdıq. Elə bir ki, Outlook-a mesaj gəlmişdi, biz də biraz gec baxmışdıq. Yəni elə olmuşdu ki, bizim həmin günü vaxtımız var və həmin günə də monitoring salmışıq. Yəni bu situasiyanı biz yaşamışıq. Bəli, müəllimə. Müəllimə, vaxt bölgüsünü bölmək, vaxt bölgüsündən, vaxtdan səmərəli istifadə eləmək. Birinci növbədə vaxtı böldük. Saat neçəyə qədər və mənim nə qədər insan resursları dediniz, onun nə qədər ehtiyatım var əlimdə. Kimlər səmərəli bölgü belə deyək və o deyir sizə həmişə hesabatlılıq və səmərəli bölgü kimə o işlər etibar olundu və mən ayrıldım pedaqoji şuraya və müəllimlərin cəlb edilməsinə. O biri müavin ayrıldı. Deyək ki, bu məktəbdə 2 müavin vardı. Minimum 2 müavin olur. O biri müavin ayrıldı digər məsələ ilə bağlı deməli o işləri görməyə. Və demək müəllimlərin məlumatlandırılması və onların hansı saatda yığılıb toplanması, təbii ki, böyük tənəffüsdə bunların həyata keçməsini birinci böyük tənəffüsə qədər bu məsələni həll etdik, yığdıq müəllimləri yenə də həmin vaxtdan səmərəli istifadə edərək digər sahada da elan etdik ki, monitoring keçiriləcək və bir neçə belə işçi kadrımız və ümumiyyətlə hansı məsələlərə kimlər cəlb olunacaqsa, onları da əvvəldən birinci saatda məlumatlandırılmışdıq ki, yəni belə deyək də tam bölgü, məsuliyyətli bölgü və vaxtdan səmərəli istifadə etməklə həmin iki məsələni də həyata keçirdik həmin günü. Bəli, bəli. Yoldaşlar, baxıram əlavələriniz çoxdur, amma gəlin daha çox situasiyalara fokuslanaq ki, vaxt baxımını çatdıra bilək. Digər yoldaşlara da sonra suallar təqdim edəcəm. Yəni burada məqsədim o demək odur ki, bəzən elə tapşırıqlar gəlir ki, həmin günü eləməlisən, etməlisən və sən Bəli. Çox gözəl. Humay müəllimə, siz çox gözəl cavablandırdınız. Gözəl müəllimə də bu sualın cavabını təqdim etdi. Baxın, mən necə fikrimi qeyd etmişəm burada. Hər iki tədbirin məqsəd və əhəmiyyətlərini qiymətləndirərdim. Akademik prosesin üstünlüyünü nəzərə alaraq imtahanın keçirilməsi təmin edilər. Yəni, monitoring keçirilməsi təmin edilər. Maarifləndirici tədbir isə başqa bir tarixə təxirə salınardı. Amma sual sizə verilsə ki, yox, hər ikisi mütləqdir bugün üçün. O zaman Humay müəllimənin dediyi kimi orada zaman məhdudiyyətidir, ondan sonra insan resurslarıdır və s. Bunların hamısını bölgü apararaq biz artıq prioritetləşdiririk ki, birinci hansını keçiririk, sonra hansını keçiririk. Yəni vaxt baxımından çatdıra bilək, yəni iş saatında bunu. Qərar şəffaf şəkildə kollektivə izah edilər. Gələcəkdə belə bir toqquşmaların qarşısını almaq üçün planlaşdırma olmalıdır və s. Yəni burada balanslı bir qərar qəbul edilməlidir. Yəni əgər sual sizə olsa ki, konkret hər ikisi bax bugün üçündür. Monitoringi biz təxirə sala bilmirik. Niyə? Çünki ta ki bugün 4-cü sinfin monitoringini keçirik, sabah 6-dır, digər gün 9-undur, 11-indir. Biz bunun hamısını çatdırmalıyıq, düzdür? Və bizim bölgümüz var da, iş planımız var. Buna əsasən, buna uyğun olaraq biz bu prosesi həyata keçiririk. Həmin arada da yuxarı təhsil idarəetmə orqanına hər hansısa bir tapşırıq verilib ki, bugün mütləq növbədən kənar pedaqoji şura keçirilməlidir, izah edilməlidir bu məsələ, müəllimlərə bu əmr və yaxud qərar qayda çatdırılmalıdır. Təbii ki, belə bir halda biz nə edirik? Prioritetləşdiririk, vaxt bölgünü aparırıq, ona uyğun bir qərar qəbul edirik. Əsas odur ki, yəni sualın cavabında balanslı bir qərar və düzgün prioritet seçilməlidir. Yəni bu belə. Müəllimə, bir sual verə bilərəm? Bəli, buyurun. Müəllimə, burada pedaqoji şura nümunə olaraq dedik. Pedaqoji şuranı, amma səhv eləmirəmsə, keçəndə demişdik ki, dərs saatlarına düşməyən vaxtda etmək lazımdır.
Bəli, dərs iş günü olan, amma dərs saatı olmayan vaxtda etmək dərs lazımdır. saatından Eyni sonra olanda olmalı. dərsdən sonrakı Elə bir düşüncənə misal üçün gözəl müəllimə tutaq ki, bir var pedaqoji şuranı keçiririk dərsdən sonrakı vaxtda. Bir də var ki, tutaq ki, böyük tənəffüsdə misal üçün və yaxud direktor yanı müşavirədə əsasən belə bir hər hansısa bir təcili bir tapşırıq gələndə və onu təcili bir formada biz əgər yerinə yetirməliyiksə, böyük tənəffüsümüz var və yaxud da ki, müəllimlər var ki, hansı ki, yəni bir saat misal üçün akno deyirik də, gözləmədə olur. Həmin müəllimlər misal üçün cəlb edilə bilər, müəyyən bir müşavirə keçirilə bilər ki, onlara müəyyən tapşırıqlar verilə bilər. Yəni belə hallar da olur, bəli, amma pedaqoji şura dərsdən sonra, dərs vaxtında keçirilə bilməz. Gəldik müəllimlərin dərsə gecikməsinə. Bu haqda biz sizinlə danışmışdıq. Bu haqda mən sizə məlumat vermişdim. İndi burada yəni belə suallarımız olacaq bizim. Ümumiyyətlə tutaq ki, bir müəllim davamlı olaraq dərsə gecikir. Ümumiyyətlə hər hansısa bir müəllim deyək ki, məktəbə gecikirsə, bu təbii ki, insan pozuntusu hesab olunur, insan məsuliyyətinə səbəb olur. Müəllim dərsə gecikməməlidir. Və təbii ki, biz belə bir halda sərt bir reaksiya verməməliyik. Biz ilk öncə həmin müəllimlə fərdi söhbət aparardıq. Bunu qeyd edirik, bunu bilirsiniz. Və mən sizə qeyd etmişdim ki, mənim məktəbdə sırf ayrıca belə bir jurnalım var ki, məktəbin deyək ki, işçiləri ilə müəllim olsun, texniki heyət olsun, fərqi yoxdur. Onlarla aparılmış fərdi söhbətlərin qeydiyyat kitabı var. Həmin o fərdi söhbət qeydiyyat kitabında aparılmış bir söhbətin məzmunudur, müəllimin imzasıdır, tarixdir və s. Bunu qeyd edərdim və təbii ki, səbəbini öyrənərdim. Kim, nəyə görə, bu müəllim niyə davamlı olaraq dərsə gecikir? Bunun səbəbi ilk öncə öyrənilməlidir. Yəni, sərt qaydada mən dərhal ona insan tənbihini tətbiq etmək, yazılı xəbərdarlıq vermək təbii ki, bu bir liderə yaraşan bir yanaşma deyil. Ona görə biz ilk öncə səbəbini öyrənirik. Və təbii ki, biz əgər görsək ki, bu belə bir hal müəllimin məsuliyyətsizliyindən qaynaqlanır, təbii ki, ona aydın bir məsələdir. Ondan izahat alınmalıdır və təbii ki, bu hadisə aktlaşdırılmalıdır. Bəzən izahatda müəllim izahat yazanda izahat nə deməkdir? Hər hansısa bir situasiya ilə bağlı müəllim izahını təqdim edir ki, bu səbəbə görə gecikirdim. Amma bu hal təkrarlanırsa, təbii ki, izahat alınmalıdır. İzahat vermədən imtina edərsə, imtina etməsə də akt yaza bilərik. Akt yazıb onu aktlaşdırıb özümüzdə sənəddə tikib saxlayırıq və təbii ki, həmin müəllimə yazılı bir formada xəbərdarlıq tətbiq olunmalıdır. Və təbii ki, ola bilər ki, hər hansısa bir müəllimin deyək ki, problemi var, şəxsi bir səbəblə bu bağlıdırsa, təbii ki, biz yenə də rəhbər olaraq çalışırıq ki, humanist davranaq, anlayışla yanaşırıq və ona təbii ki, bir müvəqqəti hardasa dəstək olmağa çalışırıq. Amma hər bir halda müəllim dərsə gecikməməlidir. Yəni, biz belə deyək də, həm nizam insanı qorumalıyıq, həm də ki, insani yanaşmamız da olmalıdır. Sərt bir qaydada, yəni müsahibədə demirsiniz ki, müəllim gecikirsə bir dəfə xəbərdarlıq tətbiq etdim, ondan dərhal sonra da deyək ki, yazılı formada xəbərdarlıq, birinci şifahi yazılı, ondan sonra da deyək ki, artıq töhmət verilsin və s. insan tənbihi tətbiq edilsin, bunları deməyək. Elə birinci səbəb araşdırılır, xəbərdarlıq verilir və ondan sonra biz o insani yanaşmamızı da qorumalıyıq, saxlamalıyıq. Yəni, bunlar mütləqdir. Zülfə müəllimə, olar bir sual Bəli, verim? olar, buyurun. Zülfə müəllimə, o dərsə gecikməyin səbəbi əgər müəllimənin uzaq məsafədə yaşamaqdırsa və buna görə mütəmadi olaraq müəllimə gecikirsə, onda direktor nə etsin? Baxın, mütəmadi bizdə belə bir hallar ola bilər ki, müəllim uzaqda yaşadığı üçün vaxtında gəlib çata bilmir. Belə bir halda müəllim tutaq ki, birinci sahada gəlib çata bilmirsə, başqa bir rayondan gəlirsə, zaten biz sizinlə dərs cədvəlinin hazırlanmasını danışmışıq ki, dərs cədvəlinin hazırlanması zamanı burada məktəbin Həmkarlar İttifaqı Təşkilatı Komitəsinin belə deyək də, rəyinə əsasən məktəbin dərs cədvəli hazırlanır və həmin müəllim üçün yəni şərait bir yaradılır ki, dərsə gecikməsin. Birinci sahada gələ bilmirsə, onun üçün ikinci saat
gəlib dərsin keçməsi üçün şərait yaradırıq və müəllim də bir zəhmət gəlib elə o ikinci saata gəlib çatmalıdır. Yəni bir dəfə gecikə bilər, marşrut gecikə bilər, hər hansısa bir şəxsi səbəb ola bilər. Bayaq da qeyd etdim ki, mən ona insani bir cəhətdən yanaşardım, empatiya qurardım, düşünərdim ki, hə mənim də başıma gələ bilər belə bir hal, amma davamlı olaraq bu davam edə bilməz və belə bir halda yazılı bir formada xəbərdarlıq və xəbərdarlığa da əməl edilməsi artıq burada insan tənbihi tətbiq edilə bilər. Məndə Bəli. məktəb uzaqdır. Məndə məktəb çox uzaqdadır. Özüm ibtidai sinifəm və hər gün səhər saat 8-də dərsdə olmalıyam və məndə gecikmələrim çox olur. Bəli, Və bunun özüm özümdə artıq məsuliyyətsizlik kimi deyil də, yəni avtobuslar gec gəlir, ötürürsən gəlmir, yəni tıxacdır, Bakı şəhəri bilirsən, həmişə tıxac olur. Mən axırda direktora məlumat verdim ki, özünüz idarəyə məlumat verin ki, mənim müəlliməm mütəmadi olaraq yola görə gecikir. Mənim yerimi dəyişsinlər. O mənə dedi ki, bu mümkün olası bir şey deyil. Bəli. Yəni yer dəyişimi ola bilməz. Özün vaxtında gəl, amma alındıra bilmirəm Sinif da. müəllimi belədir ki, müəllimə birinci saatlarda artıq ibtidai sinif müəllimi məktəbdə olmalı. Yəni ikinci saatda gələ bilmir. Amma siz çalışmalısınız ki, onu tənzimləyəsiniz. Gəlin 5-ci sualı buradan təqdim edim. Bir də keçid edəcəm. Bu bizim şagirdlərin belə deyək də insan qaydaları ilə bağlı olan suallar var aşağıda. Ona keçid edəcəm və növbəti dərslərdən artıq həmin bu materialda bizim suallarımız çoxdur. 40 sual var burada. Onların digərlərini də sizə təqdim edəcəm. Gəlin yadda saxlayaq. 5-ci suala qədər bura gələcəyik və keçəcəm mən digər suallara. Sonra qayıdacağıq növbəti dərsimizdə 6-cı suala burada qayıdarıq. Deyək ki, valideyn iclasında bir valideyn müəllimə qarşı aqressiv davranır. Sinif rəhbər kimi necə müdaxilə edərdiniz? Üzr istəyirəm, sinif rəhbər dedim. Siz deyirəm, rəhbər kimi necə müdaxilə edərdiniz? Deyək ki, böyük bir valideyn iclası keçirilib. Buyurun, Aytəkin müəlliməm, cavablandırın zəhmət olmasa. Aytəkin müəllimə əl qaldırmışdınız. Valideyn iclasında, ümumi məktəb valideyn iclasında, əgər ilə qarşılaşmış olarıqsa, təbii ki, təcrübəmdən deyim ki, olubdur belə hallar. Bu zaman təbii ki, direktorun qarşısına, yəni hər belə deyək, səviyyədə insan çıxa bilər. Onlarla sən direktor kimi danışmalısan ilk öncə. Yəni direktor kimi necə? Davranış qaydalarını riayət eləyərək, yəni kimsə sənin qarşısında çığırırsa, bağırırsa, yəni sən onunla tay çığırma olmaz. Yəni mədəni şəkildə onlarla ünsiyyət qurmalısan, qaydalara riayət edərək və təbii ki, valideyni anlamaq lazımdır. Nə səbəbdən aqressivdir? Birinci səbəb araşdırılmalıdır. Yəni durduq yerə yəqin ki, valideyn də əsəbləşməyibdir. Yəni bunun səbəbi araşdırılmalıdır. Şagirdin yoldaşı ilə davranışımı, müəllim-şagird münasibətlərimi, yəni bu araşdırılandan sonra müəyyən bir qərar vermək olar. Belə düşünürəm. Yəni tutaq ki, siz ümumi məktəb valideyn iclası keçirmisiniz və təbii ki, burada həm valideynlər iştirak edir, həm müəllimlər iştirak edir və siz iştirak edirsiniz və görürsünüz ki, valideyn bir aqressiv bir formada hər hansısa bir müəllimə aqressiv çıxışlar nümayiş etdirir. Təbii ki, siz məktəb direktoru olaraq burada nə etməlisiniz? Elə qeyd etdiniz bunu. Burada emosional fonu yumşaltmalısınız ilk öncə. Və təbii ki, qeyd etdiyiniz kimi burada bir dəqiqə rəng burada qeyd olundu. Emosional fonu yumşaltmalısınız. Bu birinci məsələdir. Və ikinci məsələdəki etik davranış qaydalar var. Etik qaydalar belə deyək, ümumilikdə xatırlatmaq lazımdır. Və təbii ki, həmin valideynlə də biz baxmayaraq ki, aqressiv bir deyək ki, formada müəllimə qarşı çıxır. Yenə də həmin valideynə biz hörmətlə yanaşmalıyıq, onu dinləməliyik. Və təbii ki, iclasın da bir keçirilməsində məqsəd var. Düzdür, həmin o iclasın keçirilməsi məqsədindən də kənara çıxmağa imkan verməzdiniz. Yəni, vəziyyəti yumşaldardınız. Və təbii ki, həmin vaxtı valideyni izah edilməlidir ki, valideyn daha sonra zəhmət olmasa siz mənə iclasdan sonra yaxınlaşın. Biz bu məsələni araşdıraq, görək nə ilə bağlıdır bu. Bu kimi problemlərin olması hardan qaynaqlanır və təbii ki, həmin valideynə daha sonra şəxsi qaydada söhbət aparmaq təklif edilərdi. Direktorun sakit, mədəni,
qətiyyətli davranışı məktəbdə etik standartların qorunmasına nümunə olmalıdır. Yoldaşlar, deməli 5-ə qədər gəldik biz sizinlə. Mən indi aşağı düşmək istəyirəm burada. Növbəti suallar var. Sırf şagirdlərlə bağlı, intisam qaydaları ilə bağlı. Növbəti dərsimizdə 6-cı sualdan biz sizinlə davam edəcəyik. Baxın, elə 10-cu sualdan başlayaq. 6-dan 10-a qədər növbəti dərsdə müzakirə edəcəyik. Biz biraz ətraflı formada istəyirəm ki, bunu müzakirə edək, yadda qalsın deyə. Deyək ki, hər hansısa bir şagirdlər arasında təhqir, aqressiya hallarının artırılması müşahidə olunur. Necə bir tədbir görərdiniz? Baxın, biz sizinlə intisam qaydalarını keçmişik və bu qaydalara görə hansı tədbirlər həyata keçirilməlidir? Biz geniş danışmışıq orada sizinlə. Kim cavablandırmaq istəyir? Buyurun. Eyni müəllimlərdir hər dəfə. Gəlin digər müəllimlər də zəhmət olmasa əl qaldırın. Çünki müsahibədə mütləqdir. Sual-cavabda iştirak etməlisiniz ki, siz orada gözəl bir formada hər bir sualın cavabını təqdim edə biləsiniz. Gülün müəllimə, gəlin elə siz cavablandırın. Deyəsən, bugün müəllimlərimiz Müəllimə, mən sizin o dərsinizdə iştirak etməmişəm, amma uzun illərin təcrübəsindən faydalanıb bu suala mən cavab verəcəm. Əgər məktəbdə 2 uşaq arasında konflikt və yaxud bir neçə uşaq arasında konflikt varsa, məktəb psixoloqu ilə bir yerdə o uşaqları fərdi danışdırırıq. Hər birisi ilə birinci ayrı-ayrı olaraq danışdırırıq. Sonra onların ikisini, ya məsələn 3-dür, ya ola bilər bullying halıdır, hansısa uşaq bullyingə məruz qalıb. Yenə də məktəb psixoloqu ilə o uşaqlarla cəm şəklində sonra danışırıq və əgər lazım olarsa valideynləri də bu danışığa cəlb edirik. Axır ki, bir ortaq nöqtəyə gələ bilirik də. Yəni həmişə belə olub nəticə ala bilmişik. Bunu deyə bilərəm. Baxın, biz intisam qaydalarını keçmişik. Gülün müəllimə, mütləq o intisam qaydalarının videosunu izləyin. Bu il dediyimiz kimi bu məsələ prioritet bir məsələdir. Əvvəllər 300 məktəbdə 2023-dən bunlar tətbiq olunur, amma artıq bu ildən, bu 2025-26-cı tədris ilindən bütün ümumi təhsil məktəblərinə şamil olunur. Və ona görə də mütləq intizam qaydalarından müsahibə mərhələsində suallar olacaq. Lamiyə müəllimə, gəlin siz cavablandırın. Zülfiyə müəllimə, mən belə düşündüm ki, bu intizam qaydalarına uyğun olaraq əgər şagird aqressiv hərəkət edirsə, yəni bir-birinə qarşı, bu məncə intizam qaydalarından təhlükəsizlik pozulur. Orada qaydalarına görə 3-2-1-5 qeyd etmişəm. Bunu belə rəqəmlə yadda saxlamaq mümkündür. Rəqəm də bilmirəm, təhlükəsizlik qaydaları pozulmuş olur. Belə olan halda şagirdlərlə fərdi söhbət etmək lazımdır. Hətta yəni bura psixoloqu, sinif rəhbərləri, fənn müəllimləri və valideynləri də bu işə cəlb etmək lazımdır. Burada korreksiya tədbirlər həyata keçirilməlidir, düzdür? Bəli. Nə kimi korreksiya edici tədbirlər? Yəni bunlar 2-ci, 3-cü səviyyə pozuntular hesab olunur da. Belə deyək də, qısnama ilə bağlı olan bir pozuntudur bu. Təbii ki, verbal olsun, fiziki. Sarı kart verilə bilər şagirdlərə. Burada qırmızı kart tətbiq olunacaq. Baxın, qırmızı kart. Bəli, şagird psixoloqa yönləndirilir. Qırmızı kart verilir. Daha sonra yəni onda psixoloq işlər aparır ki, şagirdin, yəni məqsəd burada şagirdi cəzalandırmaq deyil, məqsəd odur ki, şagirdi cəmiyyətə qazandırmaq, onun davranışında müsbət bir geri dönüşlər etməkdir. Yəni bu sahədə işlər görülməlidir. Mən sizə bildiriş məktubu təqdim etmişdim, göndərmişdim. Görmüşsünüz onu? Bəli, valideyn bildirişi, valideyni. Bəli, bildiriş məktubu var. Mən sizə göndərmişdim. Deməli, birinci məsələ burada şagird korreksiya edici tədbirlər həyata keçirilir də. Həmin o korreksiya edici tədbirlər də o intisam qaydalarında var. Yadınızdadırsa, mən onu göndərmişdim sizə. Psixoloqa yönləndirilməlidir, valideynə bildiriş məktubu. Sinif rəhbəri. Müəllim, valideyn, məktəb rəhbərliyi ilə birgə görüş keçirilməlidir. Yaxşı, Lamiyə müəllimə, belə bir sual verim. Mən sizə demişdim ki, komissiya yaradılmalıdır. Bəli, intizam komissiyası yaradılır. 5-7 nəfərdən ibarət olur.
komissiya yəni intizam pozuntusunun səviyyəsini müəyyən etmək üçün, yəni onlar bir onun üçün, bir də ola bilər ki, valideynin, yəni övladına tətbiq olunan korreksiya edici tədbirlə valideyn razılaşmazsa, yenə ona intizam komissiyası baxır. Bəli, bəli. Burada da elə bu müəllim, valideyn, məktəb rəhbərliyi ilə görüş, həmin o dediyimiz bu insan Bəli. komissiyası ilə birgə burada görüş keçirilir. Və təbii ki, şagirdin şəxsi işində bu qeydlər bölməsində aparılmalıdır. Qeydlər Bəli. olmalıdır. Qeyd aldığı kartlar həmin şəxsi işdə göstərilir. Yəni ola bilər müsbət davranış olar, yaşıl kart, ola bilər Bizim mənfi. hələ jurnalımız var idi. Gəlin o jurnalı yada salaq. Hansı ki, jurnalda nə qeyd edirdik? Şagirdə hansı kart verilirsə, həmin jurnalda qeyd edirdik. Yoldaşlar, o jurnal yadınızdadır? Mən sizə göndərmişdim. Davranış jurnalı müəllimə. Bəli, bəli, Davranış, bəli. şagird Həmin- davranışı. Bəli, şagirdlərə belə deyək, təqdim edilən kartların qeydiyyatı jurnalımız var idi. Həmin kartın verilməsi, təqdim olunması o jurnala qeyd olunmalıdır. Yoldaşlar, bilirəm sizin sualınız burada çoxdur, amma istəyirəm ki, daha çox belə deyək də situasiya məsələlərini sizinlə müzakirə edək. Yenə mən sizə qayıdacağam. Aha, dedik ki, şəxsi işdə qeydlər aparılmalıdır. Əgər qısnama, zorakılıq forması varsa, yəni belə deyək də ağır bir formadırsa, təbii ki, yetkinlik yaşına çatmayan bu biz dedik ki, hansı ki uşaq inspektoru var. Çatmayanların işləri üzrə komissiya, Daxili İşlər Nazirliyinin yerli bölməsi orada qeyd olunub insan qaydalarında. Yəni uşaq inspektoruna məlumat veririk və təbii ki lazım gələrsə onları da cəlb edərək şagirdlərlə, həmin şagirdlərlə söhbət aparılır. Sonra mən bunu göndərəcəm sizə, materialda baxarsınız burada. Digər bir sualı təqdim etmək istəyirəm. Bir şagird deyək ki, dərs zamanı dəfələrlə sinifdə səs-küy salır. Müəllimin xəbərdarlığına baxmayaraq burada həmin şagird sakitləşmir, dərsin gedişinə mane olur. Belə bir halda biz nə etməliyik? Kim deyə bilər? Bunları da danışmışıq biz. Digər yoldaşlar bayaq əl qaldırmışdınız. Aha, Samirə müəllimə, siz bayaq əl qaldırmışdınız. İstəyirəm ki, cavablandırasınız, mümkündür? Həsən. Mümkündür. Sualı bir də zəhmət olmasa. Aha, sual belə idi ki, bir şagird dərs zamanı dəfələrlə sinifdə səs-küy salır. Müəllim də xəbərdarlıq edir, amma xəbərdarlıq olmasına baxmayaraq sakitləşmir, dərsin gedişinə mane olur. Müəllimə, burada birbaşa məsuliyyət həmin dərsi tədris edən müəllimlə bağlıdır. Yəni müəllimin professionallığı, müəllimin dərsi 45 dəqiqəni idarə etmə bacarığı əgər zəifdirsə, əlbəttə ki, şagird o həmin müəllimin dərsində səs-küy salıb dərsin gedişatına mane ola biləcək. Buna baxmayaraq həmin indi biz şagird intizam qaydaları keçirik, davranış qaydaları keçirik. Həmin müəllim indi siniflərdə də var şagird davranış qaydaları. Müəllimlər hər bir uşaq haqqında o jurnala qeydiyyat aparırlar. Yəni o qeydiyyatı o mənfi baş verəcək mənfi halları dərsi tədris edən müəllim tərəfindən jurnalda qeydiyyat aparılır və həftə sonunda o sinif rəhbərinə də məlumat verilir. Həftə sonunda da orada məktəb psixoloqları ora baxıb həmin uşaqlarla söhbət aparırlar. Orada olan negativ hallarla bağlı. Qeydlərə əsasən, bəli. Bəli, psixoloqlar söhbət jurnalındakı qeydlərə əsasən, bəli. Əsasən psixoloqlar həmin o negativ hallara qarşı uşaqlarla söhbət aparırlar və mən elə gəlir ki, əgər psixoloq da söhbət aparırsa, sinif rəhbərinə də məlumat verilirsə, sinif rəhbəri də həmin uşaqla söhbət aparırsa və bu hallar bundan sonra da o hal təkrarlanarsa, şagirdin valideyninə məlumat verilir. Mən elə gəlir ki, uşaqla şəxsi söhbət, psixoloqun danışığından sonra inana bilmərəm ki, o hal bir də təkrarlana bilsin. Mən elə gəlir. Həmin şagirdlə söhbət necə aparılmalıdır? Sakit bir formada. Sakit bir formada, bəli, sakit bir formada heç kəsin üçüncü bir şəxsin olmaması lazımdır. Ondan sonra həmin uşaq əgər
daha çox olarsa, təkrarlanarsa, mənə elə gəlir o uşaq kartlar vasitəsilə, sarı və qırmızı kartlar vasitəsilə cəzalandırıla da bilər. Mənə elə gəlir. Müsahibədə cəzalandırma ilə bağlı heç nə demirik. Yəni cəza Aha. tədbirləri həyata keçirilmir. Təqdim olunur. Sarı və qırmızı kart həmin uşağa təqdim olunur. olunması artıq o deməkdir ki, şagird nəyisə düzgün etməyib. Yəni şagirdə sakit bir, aydın bir formada izahla söhbət aparılmalıdır. Davranışın tədris prosesinə mənfi təsiri barədə izah olunmalıdır. Yəni verbal şəkildə sözlə izah olunmalıdır ki, bax sən dərsdə səs-küy salanda, yəni burada tədris prosesinə mane olursan və s. kimi aydın bir formada, sakit bir formada ona izah edilməlidir. Əvvəl bizim özünü refleksiya otağımız var idi. Orada şagirdlər özünü refleksiya bəli, tədbiri həyata keçirilirdi, öz qeydlərini aparırdı ki, mən nəyə görə özünü refleksiyaya cəlb edilmişəm. Amma artıq bu yoxdur. Artıq biz dedik ki, biz şagirdə izah edirik ki, nəyə görə bunu etmək olmaz, sakit bir formada izah etməliyik. Və burada 5 dəfədən çox bir çoxunda Təkrarlanarsa. Bəli, 5 dəfədən çox qeyd olunur. Bu 5 dəfəni yadda saxlayın. 5 dəfədən çox əgər ki, bu təkrarlanarsa, sarı rəngdə olan kartdan təqdim olunur və şagirdlərin, yəni qeydlər, şagirdlər haqqında qeydlər ki var, o bölmədə də qeyd olunur. Bəs Zülfiyə müəllimə, valideynə məlumatın verilməsi hansı halda baş verir? 5 dəfədən çox olursa, 5 dəfəyə qədər biz belə deyək də özümüz Məktəb daxili özümüz həll edirik. Həll edirik. 5 dəfədən çox hər hansısa bir hal təkrarlanırsa, indi bir də var ki, ağır bir hal, 3-cü səviyyə, 4-cü səviyyə, təbii ki, bu ağır səviyyə, ağır pozuntu hesab olunur. 1-ci, 2-ci səviyyədə özümüz hardasa söhbət apara, kart təqdim edə, bunu həll edirik də, belə deyək. Misal üçün, tutaq ki, şagird telefon gətirir məktəbə. İndi bununla da bağlı sual var. Belə bir halda, baxın, elə bu növbəti sual budur. Burada valideynə məlumat veririk biz. Valideynə telefon təqdim olunmalıdır. Baxın, Birbaşa. Bəli. Aha, baxın, bu birinci Müəllimə, çox üzr istəyirəm. Bu mövzu haqqında sizin özünüzün izahınız var qrupda. Təbii ki, müəllimə, insan qaydalarını mən 2 saat Gərək onu mən tapım, oxuyum, baxım, qulaq asım. Mən bilmirəm bunlar müəllimə. Bəs Gülü müəllimə, bunlar çox vacibdir. Mən ona görə burada bir çox suallar hazırlamışam. Sırf insan qaydaları ilə bağlı çox suallar var. Bu günləri dərsdən sonra onları mütləq öyrənəcəm. 2 saatlıq videomuz var bizim intizam qaydaları ilə bağlı. Qrupa dəfələrlə göndərmişəm. Məktəb daxili qiymətləndirmə ilə bağlı düz 2 saatlıq dərsimiz olub. Onu da izləyin mütləq. Çünki onunla bağlı suallar verilə bilər. İnsan qaydalarına mütləq suallar düşəcək. Bu səviyyələri, bu korreksiya edici tədbirləri necə həyata keçirərdiniz? Bununla bağlı suallar mütləq olacaq. Aha. Deyək ki, biz Həm də bir müavin olaraq müəllimə sinif rəhbərlərindən tələb eləmək üçün, pedaqoji şurada onlardan nə isə irad bildirmək üçün gərək bir müavin olaraq onları mən özüm o qədər mükəmməl bilim ki, sinif rəhbərlərindən o iradı mən bildirə bilim də. Bəli, tək müavin yox, direktorun özü, müəllimin özü, yəni hər birimiz bunu çox mükəmməl. Haliyyəki vəzifəmdən deyirəm də müəllim. Bəli, düzdür müəllimə. Hal-hazırdakı vəzifənizə uyğun, düzdür. Aha, deyək ki, biz məktəbdə bilirik ki, telefonlar gətirilə bilməz də, ağıllı telefonlar, hansı ki, şəkil çəkir, səs yazır ki, məktəbdə neqativ halların aradan qaldırılması üçün bunlar siz bilirsiniz ki, icazə verilmir. Adi telefon, belə Nokia knopkalı telefonlarımız ki var, onlar məktəbə valideynlə əlaqə saxlamaq üçün gətirilə bilər, amma ağıllı telefonlar məktəbə gətirilə bilməz və dəfələrlə şagird məktəbə ağıllı telefon gətirir. Bu sonuncu sualımızdır, yoldaşlar, çünki bundan sonra növbəti dərsimiz olacaq. Ona görə fasilə verəcəyik. Deməli, ağıllı telefon gətirir. Müəllim tapşırığına baxmayaraq, onun çantasında saxlamaq əvəzinə, müəllim deyir ki, balam, telefonu çantanda saxla, dərsdə maneçilik törətmə. Amma yenə də həmin şagird bunu dərs zamanı istifadə edir telefondan. Təbii ki, bu məktəbə telefonun gətirilməsi bu birinci səviyyədə qeyd olunub, yüngül bir pozuntu hesab olunur. Ki, orada qeyd olunub ki, qadağan olmuş əşyaları, yəni ağıllı telefon və s. məktəbə mütəmadi gətirmək, həmin o bəndi də qeyd etmişəm oradan sizə. Təbii ki, belə bir halda hansı proses, hansı korreksiyacı tədbir həyata keçirilməlidir? Kim deyə bilər? Gəlin, siz cavablandırın bunun cavabını. Çünki mən sizə bunu keçmişəm, bu haqda biz danışmışıq. Düzdür, bir korreksiya edici tədbirlərin bəndini mən orada sizə təqdim etmədim. Çünki çox uzun bir prosesdir orada, çoxdur belə bir qeydlər. Bildiyiniz kimi deyin,
cavablandırın. Mən düşünürəm ki, bu dərsdən sonra siz həmin videonu izləyəcəksiniz mütləq. Və gördünüz ki, burada biraz çətinlik çəkirik. Rəqsanə müəllimə, buyurun, deyin. Axşamınız xeyir olsun müəllimə. Deməli, əgər məktəbə intizam qaydalarına görə məktəbə mobil telefon gətirmək, ağıllı saat və mobil telefon gətirmək qadağandır. Və əgər hər hansısa bir müəllimin dərsində şagird gətirməklə bərabər dərsdə də istifadəsi, dərsi pozacaq şəkildə istifadəsi edilirsə, həmin şagird və onun qanuni nümayəndəsi məktəbə çağırılır. Şagirdlə qanuni nümayəndə ilə danışılır. Telefon ilk öncə telefon şagirdlə müsadirə olunur, götürülür. Və valideynə məlumat verilir ki, telefon götürülübdür. Yəni uşağınızın intizam qaydasına görə pozuntusu baş veribdir, məktəbə dəvət edilir. Və valideynin diqqətinə bilavasitə qeyd olunur ki, bu hal niyə olmaz, niyə gətirmək olmaz? Şagirdin bilavasitə dərsdə o dərs zamanı etdiyi pozğunluq hansı, dərsin hansı istiqamətdə və hansı şəkildə pozubdursa, bu hallar araşdırılır. İlk öncə bu barədə intizam qaydalarına uyğun jurnalımız var. Həmin jurnalda valideynin ad soyadı, şagirdin ad soyadı, sinif indeksi, baş verən hadisənin qısa xülasəsi, daha sonra bu halla bağlı edilmiş söhbətin qısa məzmunu, valideynlə edilmiş söhbətin qısa məzmunu və əlbəttə ki, burada uşağa edilmiş, məktəb tərəfindən uşağa edilmiş korreksiya edici tədbirlər var ki, o valideynə məlumatın verilməsidir ki, uşaq əgər indi məktəbdə o dərs zamanı etdiyi pozuntunun miqyasına görə baxılır. Əgər orada geniş bir miqyaslı bir şey varsa, sarı və yaxud qırmızı kart verilə bilər. Yox, əgər məsəl üçün sadəcə indi bəzən çünki biz siniflərdə görürük də, elə uşaq telefonu çıxartdığı zaman müəllimdə aqressiya yaranır və uşağın üstünə düşür ki, ay dərsimi pozdun və yaxud nəsə belə bir hal oldu. Bu kimi hallardırsa valideynə və şagirdə şifahi xəbərdarlıq edilir. Biraz öz aramızda desək gözü qorxuzur da biraz. Amma şagirdlə necə söhbət aparardınız bu barədə? Telefon gətirir və dərsə mane olur. Ona aqressiv bir formada. Bizdə 4000 şagirddir və mən hər gün bu prosesdən rastlaşıram. Bizdə bilirsiniz artıq necədir? Mən o şagirdlərdə onu görəndə, yəni mənim yanıma düşürdükləri zaman ki, şagirdləri ki, belə bir hadisə baş veribdir, müəllimə yanınıza uşağı göndərdik. Mən uşaqla danışdığım zaman niyə telefonu istifadə etmə səbəbini araşdırdım. Yəni ki, niyə sən dərsdə məcburiyyət hiss elədin ki, telefonu götürüm? Niyə istəyim? Bəzən görürsən ki, uşaq həqiqətən elə bir haqlı səbəb deyir ki, orada yəni mən özüm o empatiya hissi deyilən bir şey var da, insan baxır biraz da ədalətlilik. Baxıb görürəm ki, müəllim həqiqətən hədsiz dərəcədə aqressiv davranıb, uşağa qarşı belə öngörüşlü olubdu, uşağı dinləməyibdi, amma uşağın məqsədi dərsi pozmaq olmuyor. Müəllim elə öz davranışı ilə öz dərsini pozub. Uşaq burada günahsızdır. Yəni bunu gördüyüm zaman uşağa sakit şəkildə istənilən halda dərsdə müəllim, yəni biz etik olaraq da müəllimi şagirdin ayağına vermirik. Yəni müəllimin səhvi də varsa onu şagirdin yanında onu heç hiss etdirməməyə çalışırıq və başa salmağa şagirdi səs tonunu qaldırmadan uşağa yəni də hadisəni elə şəkildə izah, o biraz şagirdə görə də dəyişir. Sözün düzü. Elə uşaq var ki, qarşımıza gəlir, ona biz sakit şəkildə nə edirik? Baxırıq ki, elə altdan gülür, öz bildiyini edir. Orada məcbur olsun səs. İndi bu kartların verilməsini dediniz, düz qeyd etdiniz. Təşəkkür edirəm fikirləriniz üçün. Bu kartlar nə qədər müddətdə, yəni müddəti nə qədərdir, qüvvədə qalma müddəti? Kartların müddəti bir tədris ili ərzindədir. Əgər həmin tədris ili ərzində uşağın digər rəğbətləndirici kartlara sahib, yəni yaşıl karta sahib olarsa, akademik nəticələrinə görə, məktəbdə intizam qaydalarına görə və məktəbdən kənar işlərə görə, müsabiqələr, fənn olimpiyadası falan. Bunlara görə əgər uşaq yaşıl kart alarsa, o zaman onun korreksiya edici kartları, belə deyək, sarı və qırmızı kartları silinə bilir. Bunu da uşaqla söhbət eləyəndə
uşağın diqqətinə yetirirəm ki, bax məsəl üçün sənə kartı verirəm indi, amma bu kartdan sən təzədən belə bir kartlar alsan məktəbdən qovulmaya qədər gəlib çıxa bilərsən. Amma sənə daha ağıllı olub, daha yaxşı şagird olub, nümunəvi şagird olub, məndən yaşıl kart ala bilsən, sənin bu kartın silinib gedəcək. İndi biz onu belə deyirik, amma intisam qaydalarında belə bir qeyd varmı? Nə ilə bağlı? Yəni yaşıl kartın sarı kartı silməsi? Yox, intizam qaydalarında elə bir qeyd yoxdur. Biz sadəcə onu belə deyirik. Bəli. Biz sadəcə Bəli, elə bir qeyd yoxdur. özümüz şagirdi stimullaşdırmaq üçün hardasa onu Bəli, qeyd bəli. edirik. Amma siz müsahibədə deməyin ki, yaşıl kart verilirsə, orada o hər hansısa bir təltifnamə ilə təltif edilirsə və s. fəxri fərman, təşəkkürnamə və s. o qırmızı kart silinir deyə bir qeyd yoxdur orada, düzdür? Bəli. Çünki o qaydaları düzgün oxuyun, düzgün tətbiq edin. Və siz həmin bizim intisam qaydaları dərsində olmuşdunuz, onu ya da videosunu izləmişdiniz. Sözün düzü olmuşam ki, izləməyini təkrar izləməmişəm. Yəni dərsdə olmuşam, dərsin yarısından daxil olmuşdum. Bəli, təkrar Məndə 2 saatim gəlmir. Oradan. Bəli. Aha, deməli həmin o videonu yenidən izləyirik. Rəqsanə müəllimə, tamammı? Oldu. Çünki Oldu. orada qeydlərim mütləqdir, orada dediklərim. Dediyimiz kimi telefon müəllimə də qeyd etdi. Həmin dərs müddətində şagirddən təbii ki alınır və ona izah olunmalıdır. Yenə də aqressiv bir formada yox, sakit bir formada şagirdə izah edilməlidir ki, məktəbə telefon gətirmək olmaz, gətirməyin düzgün olmadığı izah olunur və şagirdin özünə yox, valideynə təhvil verilir. Və yenə də şagirdlər haqqında qeydlər bölməsində bu qeyd aparılmalıdır. Səs tonu qaldırılmadan ünsiyyət qurulmalıdır. Qadağan olmuş əşyalar haqqında məlumat verilməlidir və valideynlə görüş keçirilir və burada həmin bu səbəbə görə sarı kart təqdim olunur. Yoldaşlar, deməli növbəti dərsimizdə siz qeyd edin zəhmət olmasa 6-cı sualdan sonraki sual 10-cu suala qədər və 13-cü sualdan sonra digər sualları mən sizinlə müzakirə edəcəyim. Yəni burada 40 sual var. Hələ əlavə olaraq başqa materiallarımız da var. İnşallah ki, biz bunları müsahibə mərhələsinə qədər çatdıracağıq. Belə, dərsimiz bu qədər. Saat 9-da bizim növbəti dərsimiz olacaq. Ona qədər fasilə verək və biz sizinlə davam edəcəyik.